Tuttum! Tuttum oğrunu! Tuttum! Hani bəs? Axır kərə keçdi. Hani? De! Ay bala ne var ne olur kimi tutmuşsun? Namık Sıçraltov. Vay vay andıra kasma alemi basırlar. Ay bala dava oldu. Zerzene olur. Bu sıçanlar başlayırlar 5-5 paralamak. Belki balaca sıçanlar açtılar. Oturup padvalda analarını gözləyirlər. Sıçan yox, sıçan. Yaxşı, sənə dəxli yoxdur. Necə istəyirəm elə də deyirəm. Aparım mənim gül kimi cüzələrimi versin balalarına, hə? Yox, keçən suya getməz, öldürmək lazımdır onu. Amma bilməm sıçovulu necə öldürürlər. Vereyim Makidan abilə. Ver onu bura. Aha, bildim. Üstüne nöğe tökür. Bir şey vurup yandıracak. Bu ne işti? Uşaqlar, dal durun, çəkilin indi Makidanla Namık vuruşacaqlar. Vuruşacaqlar, dala durun. Selem ana. Buna bak Heç ömrümdə bizim bu Namık'ı vuruşan görməmişdim. Makidanı vurdu. Heç ağlıma gəlməzdi. Eğer bir bak başa düşsen ki seni neye üstünde vurdular? Onda belki senden adam oldu. Salam Makidon. Yoxsa incimisən məndən? Nə olub sənə? Dərd çəkirsən ki adını Makidon qoyublar. Əslinə baxsan Makidon heç bir saat deyil. Binanın yarısını gece eləyiblər hospital. Yarısı məktəb olub, yarısı da hospital. Bu boyda şəhərdə elə bil başqa bir bina tapa bilmədilər də. Şeylə götürək bu üzbəzdəki binanı, karamel fabrikini. Sizce yararlılar da qənfə düzəldən dəzgahları üstündə yatsınlar, ha? Güya bilmirmiş ki şəhərdə yararlı binaların hamısını hospital eləyiblər. Xəstə yanına saat 5-dən sonra bıraxırıq. Mən xəstə yanına getmirəm, vacib işim var. Həkimi görməmişsiniz? Oradadır, o palatada. Baş həkim biraz sonra gələcək. Bütün gecəni yatmayıb. Ağıram nefesi. Sakin. Hiçbir şey olmaz, korkma. Dün gecəni vurnuxurlar, sarğı otağını hazırlaya bilmirlər. Elə bir səhra hospitalındayıq. Salam. Salam, tampon. Tez. Biraz əldən zirək olun. Məndən işiniz var. Gəlmişəm sizə kömək eləyim bu ağır günlərdə. Sizin az da olsa tibbi savadınız varmı? Xeyr yoxdur, amma nə iş versəniz hamısına razıyam. Savadsız burada işləmək mümkün deyil. Heç olmasa balaca bir savadınız olsaydı. O ki qaldı. Xəstənin altını təmizləməyə. Bunun öhdəsindən sanitar da gəlir. Hala siz kim icazə verib? Kim deyirəm? Bir qangrenamız eksikdi. Sizdən soruşulan kim onu bırakıb? Cemaat burada deyirlənir. Arada bizi danlayırlar. Sənin ağlın özünə getməz. İndi hamı yalandan özünü təmiz göstərir. Sən xəbərin yoxdur ki, cəmaat evdə neynə məşğuldur. Yox, hamı fağır olur.
Amma sən elə hey əlləşirin iki fronta bir köməklə edəsən. Axır nə oldu? Heç. Amma istəsən heç olmasa öz ailəvi ağ günə çıxardırsan. Biz yaşamalıyıq ya yox. İndi hamı bir tərlə öz başına girir ki, sağ qalsın ölməz. Hamı sağ qalacaq. Qoşunlarımız bütün cəbhə boyu hücuma keçiblər. Demirdim ki, qalib gələcək. Elə də oldu. Az qalıb, laf az qalıb. Bu müharibədə qələbə bizim olacaq. Təbrik edirəm səni. Amma nə mən, nə mənim balalarım o günü görməyəcək. Niyə görməyəcəksiniz? Çünki o günə kimi biz hamımız acından öləcəyik. Başa düşdün? Mən sabun pişirməyəcəyəm. Pişirməyəcəyəm. Bax bir belə metalda, mistir bu. Düz 100.000 patron düzəltmək olar. Heç bilirsiniz 100.000 patron nə deməkdir? Əslində qalsa biz metalsız da fəxr eləyə bilərik. Biz Bakılılar bilirik ki, nefsiz müharibədə heç bir şey eləmək mümkün deyil. Tank, təyyarə, hamısı neft tələb eləyir. Bunu da biz veririk, bütün Bakı verir. Bakı cəbhəyə nə vermir ki? Yığın balalar, yığın. Əgər bir tanlıq metal yığa bilsəydik, hamı bizə deyərdi barakallah. Xahiş eləyərdik həmin tankın üstündə bu sözləri yazsınlar. 49-cu məktəbin kollektivindən cəbhəyə hədiyyə. Təsəvvür eləyirsiniz? Bəli! Elə-belə işlər. Bugün belə bir təəssüdür. Nə olub sizə? Bu saat mən sənə qəribə bir şey göstərəcəyəm. Fizikanın özündə də bu qeyri-adi bir şeydir. Buraya. Bax, indi biz radionu şəbəkədən çıxardırıq. Çıxartdıq. İndi sən də, mən də barmağımızı qoyuruq bura. Qoyduq. Qorxma, qorxma, nədən qorxursan? Tok vurmaz. Hə, indi gəl qulaqlarımızı bir-birimizə yaxınlaşdıraq. Sən sağ qulağımı, mən də sol qulağımı. Hə, eşidirik? Heç nə eşitmirik. Doğrudan da heç nə eşidimirik ki. Görəsən niyə belə olsun? Hə, aydındır. İzləliyyətçə məsələsi. Acından belə eləyirlər, Hə, çıx bunun üstünə, barmağı qoy bura. Bəs indi necə? Eşidirik? Musiqi verirlər. Deyirəm, sən nə eşidirsən? Çalırlar. Ata, görürsən niyə belə olur radiosuz? Hə, çox qəribə effektdir. Belə hallarda insan bədəni. Başdan ayağa suyun içindəsən ki, bəs pəncəyi nə? Pencəyini indirik. Pencəyimiz yoxdur, əvəzində çörəyimiz, yağımız, qəndimiz var. Yeyin mənim şappana balalar. Elə ağır vaxtda dəstən qaçarlar. Heç sözüm yoxdur sizə. Gəlin dalımca. Cəbiş müəllim. Şalvarınız batıb Cəbiş müəllim. Nədir bu belə? Sabuna oxşayır. Elədir ki, var sabundur. Ona nə oldu? Getdi ki.